ABŞ-Ukrayna danışıqları üçün Səudiyyə Ərəbistanına səfər edir. Trumpın nümayəndəsi Həmasla son görüşü çox faydalı adlandırıb. Kanadanın yeni baş naziri Mark Carney seçilib. İndi isə daha ətraflı. ABŞ dövlət katibi Marco Rubio prezident Donald Trumpın Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymağa çalışdığı bir vaxt, ABŞ-Ukrayna danışıqları üçün bugün martın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edir. Dövlət Departamentinin sözcüsü Tammy Bruce bildirib ki, Rubio Ciddədə olduğu zaman Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saud ilə görüşəcək. Regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək. Dövlət Departamentinin məlumatına görə Rubio cümə günü Ukraynanın Xarici İşlər Naziri Andrey Sybiha ilə telefon danışığında Prezident Trumpın müharibəni mümkün qədər tez bitirmək əzmini qeyd edib və bütün tərəflərin davamlı sülhü təmin etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Bazar ertəsi Ukrayna Prezidenti Volodymyr Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşmək üçün Körfəz Krallığına səfər edəcək. Bundan sonra Zelenskinin baş qərargah rəisi Andrey Yermarkın başçılıq etdiyi Ukrayna diplomatik və hərbi nümayəndə heyəti ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaq. Ukrayna komandasına Sybiha, Müdafiə naziri Rüstəm Umerov və hərbi komandir Pavlo Polisa da daxildir. Rubio ilə yanaşı Ukrayna rəsmiləri ilə Ciddədə danışıqlarda ABŞ Milli Təhlükəsizlik müşaviri Mike Waltz və Trumpın xüsusi nümayəndəsi Steve Witkoff da iştirak edəcək. Witkoff jurnalistlərə bildirib ki, məqsəd sülh sazişi və ilkin atəşkəs üçün çərçivə hazırlamaqdır. ABŞ və Ukrayna arasında danışıqlar yüksək səviyyəli ABŞ rəsmilərinin Ər-Riyadda Rusiya rəsmiləri ilə danışıqlarından 3 həftə sonra keçirilir. Ukrayna ABŞ-la konstruktiv diyaloqa tam sadiq olduğunu və lazımi qərarlar və addımlar müzakirə edib razılığa gəlməyi ümid etdiyini bildirib. Prezident Donald Trumpın girovlar üzrə nümayəndəsi Adam Boehler bazar günü bildirib ki, onun ötən həftə ABŞ tərəfindən terror qruplaşması kimi təyin edilmiş Həmas ilə Qəzzada saxladıqları girovlarla bağlı keçirdiyi görüşlər çox faydalı olub və onların həftələr ərzində azad edilməsinə səbəb ola bilər. Düşünürəm ki, bütün girovları azad edəcək bir razılaşma var deyə Boehler CNN-in State of the Union verilişində bildirib. Məncə ümid var, uzun müddətli atəşkəs kimi bir şey görə bilərsiniz deyə o əlavə edib. Həmasın hələ də 7 oktyabr 2023-cü ildə İsraillə müharibəyə səbəb olan hücumunda qaçırdığı 24 girovu sağ şəkildə saxladığı güman edilir. Qruplaşma həmçinin ilkin hücumda və ya əsirlikdə öldürülən daha 34 nəfərin cəsədini, eləcə də 2014-cü ildə öldürülən bir əsgərin qalıqlarını özündə saxlayır. Boehler Fələstinli terror qruplaşması ilə əlavə görüşləri istisna etməyib. Məqsədinin İsraili məhv etmək olduğunu açıq şəkildə bildirən Həmas liderləri ilə xüsusi nümayəndənin görüşləri Yəhudi dövlətinin buna qarşı olduğu bir vaxta baş tutub. Boehler İsrail rəsmisi Ron Dermer'in onun Həmasla birbaşa əlaqəsi ilə bağlı narahatlığı anladığını qeyd edib. Boehler danışıqlarda aydın bir məqsədin olduğunu vurğulayıb. Vaxtı keçmiş atəşkəsi uzatmaq və Həmasın ilkin hücumunda 1200 adamın və İsrailin sonraki əsir hücumları zamanı 48 mindən çox Fələstinlinin öldürüldüyü müharibəni bitirmək üçün bir yol tapmaq. Düşünürəm ki, bu çox faydalı bir görüş idi. Bəzi faydalı fikir mübadilələri oldu deyə Boehler bildirib. Biz Birləşmiş Ştatlarıq, biz İsrailin agenti deyilik. Bizim spesifik maraqlarımız var və biz qarşılıqlı əlaqə qurduq. Mənim istəyim çox kövrək bir yerdə olan bəzi danışıqlara sürətli başlamaqdır. Və mən Həmasa da demək istədim ki, istədiyiniz sonluq nədir, deyə o qeyd edib. CNN-in aparıcısı Jake Tapper, Yəhudi olan Boehlerdən Həmasla danışıqlarda özünü necə hiss etdiyini soruşub. O isə, istər yaxşı insanlar olsun, istərsələr də pis. Bu mənim işimin bir hissəsidir, deyə o cavab verib. Dünyaya Baxış proqramını izləyirsiniz. Bazar günü açıqlanan rəsmi nəticələrə əsasən keçmiş Mərkəzi Bank idarəçisi olan Mark Carney səsvermədə qalib gələrək Kanadanın Hakim Liberal Partiyasının lideri seçilib və Justin Trudeau'dan sonra baş nazir olacaq. Carney Kanada uzun müddətdir müttəfiqi olan Birləşmiş Ştatlarla ticarət müharibəsi apardığı və ölkədə yaxında ümumilli seçki keçirilməli olduğu bir vaxtda ölkənin idarəsini ələ keçirir. 59 yaşlı Carney keçmiş maliyyə naziri Chrysler Freeland'a qalib gəlib. Freeland 150 min partiya üzvünün iştirak etdiyi səsvermədə ikinci olub.
Trudeau yanvar ayında etimad reytinginin aşağı düşməsi nəticəsində 9 illik hakimiyyətdən sonra istefa verəcəyini açıqlayıb. Bu da hakim Liberal Partiyasını onu əvəzləmək üçün tez bir zamanda səsvermə keçirməyə məcbur edib. Siyasətdə yeni olan Carney iddia edib ki, o partiyanı yenidən canlandırmaq və Kanadanın ixracından asılı iqtisadiyyatına böyük zərər vura biləcək əlavə təriflər tətbiq etməklə hədələyən ABŞ prezidenti Donald Trumpla ticarət danışıqları aparmaq üçün ən yaxşı namizəddir. Carney 4 namizəd arasında ən çox partiya üzvünün dəstəyinə malik idi və ən çox yenə toplayaraq digərlərindən önə keçib. Bu ilk dəfədir ki, real siyasi keçmişi olmayan bir outsider Kanadanın baş naziri olur. O deyib ki, onun Böyük Yedlər qrupunun iki ölkəsinin, Kanada və İngiltərənin mərkəzi banklarını idarə edən ilk insan kimi təcrübəsi onu Trumpla danışıqlar aparmaq üçün ən yaxşı namizəd edir. Carney seçki kampaniyası zamanı Birləşmiş Ştatlara qarşılıqlı cavab tarifləri tətbiq etməyə və sərmayəni artırmaq üçün koordinasiyalı strategiyasını dəstəklədiyini bildirib. O dəfələrlə şikayət edib ki, Trudeau'nun hakimiyyəti altında Kanadanın iqtisadi artımı kifayət qədər yaxşı olmayıb. Carney'nin idarəsi altında Liberal Partiyası üçün yeni başlanğıc ehtimalı, habelə Trump'ın tarifləri və Kanadanın ABŞ-ın 51-ci ştatı kimi ilhaq etməsinə dair təkrarlanan istehzaları Liberal Partiyasının aqibətinin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb olub. Və sonda, ötən həftə Bakıda Allegoriya Art qrupunun təşəbbüsü ilə Sözlərdən Rənglərə adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilatçısı Mədinə İlhamın sözlərinə görə məqsəd insanları incəsənətə sövq etmək və yaradıcı şəxsləri daha geniş auditoriyaya çıxarmaqdır. Bakıdan Samirə Əlinin süjetini təqdim edirik. Martın 6-sında Bakıda Allegoriya Art qrupunun təşəbbüsü ilə Sözlərdən Rənglərə adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilatçısı Mədinə İlhamın sözlərinə görə məqsəd yaradıcı şəxsləri daha geniş auditoriyaya çıxarmaqdır. İnsanlara hansı informasiyaya məruz qoyursansa, ehtiyacda bu olur. Və biz buna görə incəsənətlə bir qrup məşğul olan gənclərik. Hansı ki, öz gücümüz vasitəsilə, öz gücümüzə müəyyən layihələr keçiririk, sərgilər keçiririk, seminarlar keçiririk, rəssamlardan müsahibə alırıq. Sərgidə 16 rəssamın əsəri nümayiş olunub. Rəssamlar bədii ədəbiyyat qəhrəmanlarını rənglərlə ifadə ediblər. Bir məsələ var ki, çətin olan iş daha parıldayır, amma burada o yəni öz-özünü təqzib edir o. Çünki burada asanlıq var idi, amma eyni zamanda da yəni görürəm ki, çox maraqlı, çox parıldayan bir iş ortaya qoydu. Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlar da öz təəssüratlarını bölüşüblər. İlk təcrübəm deyil sərgi olaraq, amma Bakıdakı ilk təcrübəmdir. Bakıda ilk sərgimdir bu. Və buna görə çox xoşbəxtəm ki, ən sevdiyim əsər Karamazov qardaşlarından istifadə edə bilib bir sərgi formalaşdırmaq. Cür formatda birinci dəfədir iştirak edirəm, birinci təcrübəmdir və çox maraqlıdır. Deyə bilərəm ki, çox gözəl, maraqlı sərgidir və dəyərləndirən insan olsa əlbəttə ki, satışa çıxartmağı lazım. Yəni, orada sıxıntı yoxdur. Əsərlər onun üçün yaranır ki, digər insanların və ya muzeylərin divarlarını bəzəsinlər. Yəni ki, bizdə özümüzdə malxanada onsuz da əsərlər olur. Bu, Allegoriya Art qrupunun keçirdiyi sayca ikinci sərgidir. Sərgi bir ay davam edəcək. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Proqramlarımızı amerikansesi.org veb-saytımızdan izləməyi unutmayın. Ən son məlumatları bizim Instagram hesabımızdan da əldə edə bilərsiniz. Amerikanın səsi, azad mətbuata çıxışı məhdud olan auditoriya informasiya çatdırmaq üçün bütün sosial media vasitələrindən aktiv şəkildə istifadə edin. Instagramda bizi Amerikan səsi yazıb izləyə bilərsiniz. Bundan əlavə bizi Telegram kanalında da izləməyi unutmayın. Gündəlik xəbərlər və məlumatlar digər sosial media vasitələrlə yanaşı Telegram kanalında da aktiv şəkildə yayımlanır. Telegramda VOA Azərbaycan axtararaq kanalımıza abunə olmağı unutmayın. Amerikan səsinin efirindən mən Fərid Ordiyev sizlərlə sağollaşıram. Hələlik.